Cənub mətbəxin ləzzətli yeməklərindən biri turşu kabab hazırlamışam. Mən ancaq qıyılmış ətdən hazırlamışam. Tikə ətdən bu dəfə istifadə etmədim. Əti ət çəkəndən keçirtirəm. Soğan, duz, istiot qatıram. Deməli, soğanı və cəfərini blenderdan keçirdirik. 6 dəstə cəfəri gedir. Ondan 2 dəstəsini ətə qatırıq. Badımcaları təmizləyirik, duz vurub, qızartırıq tavada. Xırda ətləri, deməli, topları, ət topları bişiririk. Duz istiot dada görə qatırıq. Bu badımcanlar qızarılıb uca. Soğanı xırda doğrayıb, kərə yağında yaxşıca qızartırıq. Sonra cəfəri vururuq, 4 dəstəni maşından keçirtmirik ya da blenderdan. Ət bulyonu qatırıq və xırda küftələri. Qapağın altında bir hardasa 5 dəqiqə pişiririk. İstiot vururuq və üstünə qızardılmış badımcaları yığırıq və hardasa 5-6 dəqiqə qapağın altında pişiririk. İndi plov hazırlayırıq. Düyünü tökürük qaynar suya. Zəfəran dəmləyirik. Sonra 2 dənə lavaşı götürüb 4 yerə bölüb qoyuruq. Yığırıq qazanın içinə. Yağ dağı olan kimi deməli də lavaşları qoyuruq. Sonra da üstünə düyü, yağ, dəmlənmiş zəfəran və qoyuruq aşımızı dəmləməyə. Çox ləzzətli yeməkdir. Cənub mətbəxinin deməli zəngin yeməklərindən biridir. Çox dadlıdır. Siz də hazırlayın. Çox xahiş edirəm, rəylər yazanda fikir verməyin nə yazırsınız. İnsan əmək qoyur, ürəklə bişirir, hazırlayır, siz üçün paylaşırıq ki, baxasınız necə. Çox xahiş edirəm, rəyləri yazanda nə yazırsınız? Biz Azərbaycan xalqıyıq.